Salam əziz izləyicilərim, xoş gördük kanalımda. Əgər hələ də abunə olmamışsa, abunə olub, like atıb, yorum yazmağı unutmayın. Bacınızı sevindirər sizi inşallah. Biz bu günləri yoldaşımla xəstə yanına gedirik. Əməliyyat olunub, xəstəxanadadır. Allah köməyi olsun, Allah şəfasını versin. Canımız gözümüzdür, əzizimizdir. Allah bütün xəstələrə şəfa versin. Tez zamanda onları sevindirsin, ailələrinə qovuştursun, canlarını rahatlığa qovuştursun, sağ-salamat, can sağlığına Allah yetirsin onları. Amin, amin, amin inşallah. Vallahi xəstəxanada qalmaq Allah heç kəsə qismət eləməsin. Oranın dörd divarı sanki bir türmədir, adamın ürəyi sıxılır, o divarlar sanki insanın üzərinə gəlir. Çünkü mən özüm də xəstəxanada qalarkən, yəni anamın yanında qalarkən o divarların nə olduğunu çox gözəl anlayıram. Xəstələr üçün vəhşi 2 qat olur. Həm canı ağrıyır, həm o 4 divar onu sıxır. Sanki havası çatmır insanın. Allah köməyində olsun, Allah şəfasını versin, Allah səbir versin ailələrinə də. Kim xəstədirsə tez zamanda Allah onları sevindirsin, sağlıqlarını yerinə getirsin inşallah. Amin, amin. Dualarım sizinlədir. Bütün xəstələrə Allah canına sağlıqlı ömür versin inşallah. Belə bir soyutma elədim. Toyuğun öz yağında, öz suyunda bişən. İnşallah yeyər Allahın köməkliyi ilə. Xəstəxana yeməkləri çox yeməli olmur deyə. Biz də gücümüz çatan qədər belə bir şeylər, yüngül var, balaca belə bir şey yığırıq, aparırıq. Balaca bir qabda da piroq qoydum. Dedim kim yanında qalarsa, övladlarından hansı biri qalırsa, o bir stəkan çay içər, heç olmasa. Baxma, güc qüvvət lazımdır, yanında qalsa da belə. Güc qüvvət lazımdır. Allah köməyində olsun, Allah şəfasını versin. Canımız, gözümüz inşallah evində, eşiyində görüşərik. Allahın köməkliyinə. Öpürəm, like atmağı unutmayın, abunə olub, yorum yazmağı da unutmayın əzizlərim. Bütün xəstələrə Allah şəfa versin.